İki qardaş şəhid olmuş, ocağa gəlmişik. Şamil, Famil, atan, ananın, bacının, övlatan yanına. Bu gün onlar üçün ağır bir gündür. Biz özümüzə bir boş gördük sizin yanınıza gəlməyə, sizin kimi atan yanında olmağa. Allah Allah'a rəhmət eləsin. Bir evdə iki bala dünyasını dəyişməyə çox ağır şeydir, çox acıdır. Bu gün sizin üçün ağırdır, həm kədərlidir. O ki, sizə səbir arz edirəm Allah'tan. Mən oğul itirdim cavan yaşında, şəkillər qalıbdı məzar daşında. Dərdim sözə sığmır, qalmışam əsrət. Bu övlad itkisi ağırdı dəhşət. Gözümün ışığı geri qayıt gəl. Axı xoş keçirdi o sənli günlər. Övladın əsrəti ağırdı vallah.